benim yeni güzgüm. Görün ne güzel oldu. Çok şey oldu. Hiç demezsen ki ben bunu 4 manat 90 qəpiyə almışam. Düzdür, güzgüsünü də qoydurduq üstünə. Hardasa 20 manat falan belə elədi. Amma dəydi həqiqətən də. Çünki bu güzgünün öz qiyməti 300 neçə manatdır. Dəqiq bilmirəm, amma 400-ə yaxın bir qiyməti var idi. Və gəldim bu çat olan yeri gipsləməyə. Gipslədim, qurtardım və zamanla indi qabaqçı kadrlarda görəcəksiniz. Qurudu. Düzdür, boz rəng kimi görsənir. Bu sulu vəziyyətidir. Quruduqdan sonra heç bir şey görsənmir. Son etap güzgünü də sildim. Zamanla o çat olan yerdə qurudu. Quruduqdan sonra da sanki heç elə bir ki mən buna 4.90 verməmişəm. Plus 20 manat da güzgüyə. Elə bir ki getdim Yuskdan 400 manata bunu aldım. Və bura qədər izlədinizsə hər birinizə dərin təşəkkürümü bildirirəm. Kanalıma abunə olmağı unutmayın. Sizin hər bir dəstəyiniz mənim üçün çox önəmlidir. Bu videonu bəyəndinizsə like edin və rəylərdə öz fikirlərinizi yazın. Burada isə görə bilərsiniz ki gips yavaş-yavaş quruyur. Bu deşiklər isə ramka asmışdım, onun yeridir, bərpa edəcəm. Bu isə tam qurumuş vəziyyətidir.